Əsər belə başlayır ki, meşədə qəribə bir sükut vardı. O sükutu təsvir eləyir əsərin müəllifi. Yəni nə quş ötürdü, nə ağaclar, yarpaqlar tərpənirdi. Təbii ki, əsərin baş qəhrəmanının obrazı. Obrazda kim idi? Meşəbəyi Mirqasım. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, bir növ nikbin ruhda təsvir kimi düşə bilərsə, xeyr, nikbin ruhda deyil idi. Mahnı oxuyurdu oxumağına. Yəni amma kefdən belə deyək, nikbin ruhdan əsər əlaməti yox idi bu mahnıda. Niyə görə? Çünki meşə su altında qalacaqdı bir neçə gündən sonra. 3 gündən sonra meşə su altında qalacaqdı. Amma qeyd edeyim ki, əsərdə onun oxuduğu ki, şeirlər var, səsləndirdiyi, yəni çərşənbə günündə, çeşmə başında gözün bir alagöz xanıma düşdü. Bu düşdü rədifli qoşmadır, Aşıq Ələsgərdən verilmiş qoşmadır və sual kimi düşə bilər. Həmçinin gəraylı verilir əsərdə ki, Meşəbəyi Mirqasımın nitqində ay duman gəl keç bu yerlərdən, bu yerlər təzə bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm nübar eyləsin. Bu da eyləsin rədifli gəraylıdır. Bu da Aşıq Abbas Tufarqanlının şeirindən parçadır. Əsərdə Meşəbəyi Mirqasımın dilindən verilir. Deməli, belə qeyd eləyə bilərik ki, mahnını oxuyandan sonra, mahnı bitirəndən sonra Meşəbəyi bayatı da yadına düşür. İstəyir bayatını desin, amma bayatını demir. Soruşa bilərsiniz niyə görə? Çünki bayatı qəmli idi. O da istəmirdi ki, qəmi, yəni qəmdən, ölümdən danışan bir vəziyyətə düşsün, hala düşsün. Amma belə deyək, sən saydığını say gör fələk nə sayır. Tamamilə başqa bir ab-havinə üzləşir. Düzdür, onsuz da nisbətən bədbin ruhlu idi. Çünki bilirdi ki, meşə su altında qalacaq. Meşə ilə belə deyək də son dəfə vidalaşmağa gəlmişdi. Onu meşəni də su altında qoyan onun oğlanları idi. Onun oğlanları haqqında əsərdə məlumat var. Yəni Meşəbəyi Mirqasımın oğlanlarından biri raykom katibi idi. Biri Bakıda oxumaqda idi. Biri isə 10 illik təzə qutarıb bənd tikintisində işləyirdi. Amma sonradan elə bir vəziyyət olur ki, onun təbii ki, sadiq dostu meşəni birgə dolaşdıqları ürgə artıq büdrəməyə başlayır. Nə qədər o büdrəyə belə deyək, təpinsə də, ona vursa da ürgəni, amma xeyri olmur. Getdikcə ürgə həm tez-tez dayanır, həm dizləri bükülür. Bütün bunlardan o şübhələnməyə başlayır. Fikirləşir ki, yəqin ki, ürgə də onun halı ilə şərikdir. Amma hadisələr başqa cür cərəyan eləyir. Artıq getdikcə ürgə taqətsiz bir vəziyyətə düşür. Bütün bunlardan sonra artıq deməli Meşəbəyi Mirqasım şübhələnir ki, yəqin artıq ürgəyə nəsə olub. Düzdür, ürgəni dediyim kimi bayaqlarım ona şallaq da çəkir ki, ürgə büdrəməsin, ürgə yəni hərəkət eləsin. Yəni görür ki, artıq ürgəyə xeyri yoxdur. Yəni heç ümumiyyətlə qımıldanmır, reaksiya vermir. Bütün bunlar təbii ki, onu sarsıdır. Yəni bir daha qeyd edirəm ki, fikirləşir ki, onun dərdinə şərik çıxır ürgə. Amma əslində belə deyildi, ürgə zəhərlənmişdi. Özü də Meşəbəyi Mirqasımın maraqlı ifadələri var ki, əsərdə tez-tez daha çox ürgəyə müraciətlə keçir ki, belə-belə işlər, ay ürgə, belə-belə işlər, elə əsərin sonu da belə bitir. Əsərdə də bu misralar keçir. Amma artıq ürgə ilə bir vəziyyət alınır ki, ürgə dayanır, getmir. Bütün bunlar hamısı Meşəbəyi Mirqasımı çox təəssüfləndirir. Bilirsiniz, ürgənin dayanma xasiyyəti var idi. Amma ürgə elə zaman dayanırdı ki, ya yəhərin tapqırı açılanda dayanırdı, ya da bir yad adama rast gələndə. Amma bütün bunların heç biri baş verməmişdi. Bəs nə olmuşdu? Meşəbəyi Mirqasım artıq tədbir görmək istəyir. Deməli, gəlir, yəhərdən atlanır, gəlir ürgənin dodaqları arasında görür ki, sarımtıl bir artıq köpük var. Bu köpük artıq nədən xəbər verirdi? Artıq ürgənin zəhərlənməsindən. Təbii ki, köpükdən də asırqalı iyi gəlirdi. Asırqal da ki, təbii ki, zəhərli bitkidir. Amma qeyd edeyim ki,
Sual kimi sizə düşsə ki, ürgə asırqaldan zəhərlənmişdi, xeyr, ola bilməz. Çünki niyə görə ola bilməz? Meşəbəyi Mirqasımın da özünün ifadə etdiyi kimi, onun o gəzdiyi, dolaşdığı meşədə asırqal bitmirdi. Asırqal ancaq oradan xeyli uzaqda bitirdi ki, onun o gəzdiyi, atı ilə dolaşdığı yerlərdə asırqala rast gəlməmişdi. Yəni asırqal məhsul bir olaraq, yəni məhsul olaraq göstərilir. Yəni birbaşa səbəb olaraq ürgənin ölümünə asırqal, yəni səbəb olmayıb yəni zəhərlənməsinə. Bütün bunlar hamısı təbii ki, onu təəssüfləndirir. Artıq köpüyün onun dodaqları arasında gördükdə çünki artıq tədbir tökmək lazımdır. Çünki ürgə zəhərlənib ölə bilər. Həmin bu Meşəbəyi Mirqasım belə bir yəni ömrünün 40 ilini bax meşəbəyliklə, yəni bu at belində keçirən bu insan artıq tədbir görmək istəyir. Ona görə də dayanmadan artıq oradan təxminən 2 kilometr aralıda bir yer var idi. Ora el arasında it safxozu deyirdilər. Həmin bu it safxozunda artıq dağılmışdı. Orada artıq belə deyək, artıq safxoz dağılmışdı. Orada sadəcə olaraq torpaq, alaçıqlar var idi. Ora üz tutur, gedir orada. O safxozun da direktorunun qaynatası orada həmin o alaçıqlarda yaşayırdı. Söhbət Daşdəmirdən gedir. O da elə əsərdə də qeyd olunur ki, oradan artıq getməli idi. Amma gedir orada həmin Meşəbəyi Mirqasım bir təhər çatdırır özünü ora. Orada artıq itlər hüyürür, səsə itlər gəlirlər. Sonra bir yəni Meşəbəyi Mirqasım həmin o çatdıqdan sonra Daşdəmirin, yəni Daşdəmirə yox, başqa bir adama rast gəlir. Təbii ki, şəhər ziyalısına oxşayan bir insana rast gəlir. Meşəbəyi Mirqasımın da özünün o şəhər ziyalılarına, yəni bura şəhərdən pənah gətirən insanlara xüsusi hörməti var idi. Amma Mirqasımın bu hərəkətinə artıq, yəni onun bu təbii ki, bura gəlib hal-əhval olaraq, yəni ürgənin təbii ki, gəlmişdi ki, ürgəyə süd aparsın. Çünki süd bu zəhərin qarşısını ala bilərdi. Tənginəfəs gəlmişdi, qeyd eləyim. Yəni orada artıq Daşdəmirin səsini eşidir. Daşdəmirin səsini eşidir. Yəni səsini eşidəndən sonra artıq Daşdəmir heç də Mirqasıma qarşı yaxşı münasibət sərgiləmir orada. Yəni deyir ki, yəni bir atdan ötürü niyə özünü bu qədər əzab-əziyyətə salırsan? Atdır da, yəni çünki onu əksinə belə deyək də, o zəhərli sözlərlə acılayır. Çünki acığı gedirdi Meşəbəyi Mirqasımdan. Çünki orada müəyyən ifadə işlədir ki, yəni ölmədik ki, sənin də bax belə bir aqibətini gördük. Sən də belə bizə möhtac olmusan. Yəni sənin bu vəziyyətini, onun belə bu vəziyyətini görmək əslində sevindirirdi Daşdəmiri. Bilirsiniz, əslində elə bax bu məqamlardan götürəndə əsərə atalar sözü olaraq deyə bilərik ki, əgər namərdə möhtac olsan, işin düyünə düşər. Həqiqətən də burada Daşdəmirin bu namərd hərəkətləri, indi mən qeyd eləyəcəm hansı hərəkətləri. Burada təbii ki, süd məsələsini həll eləyir. Yəni şəhər ziyalı, həmin bu şəhər ziyalısına oxşayan oğlana deyir, o tədbir tökür. Yəni tədbir görür, gətirir südü. Südü gətirir, ancaq düzdür. Daşdəmir orada da müəyyən deməli gizləndiyi yerdən, halbuki özü səsi gəlirdi, amma özü görsənmirdi. Orada da əsərdə palıd ağacının mağara kimi qaralan çoğuşundan çıxması göstərilir. Onun qaldığı yerdən çıxır, yəni deyir, süd lazımdır deyirsən, düzdür, əslində deyir ki, süd zadı yoxdur, istəmir. Yəni süd versin Meşəbəyi Mirqasıma, çünki bilir axı ki, Meşəbəyi Mirqasıma süd lazımdır, ürgəyə də bu xeyirdir. Amma Meşəbəyi Mirqasım inad olaraq qeyd edir ki, bəs süd lazımdır, yoxsa ürgə öləcək. Yəni onu qoyub gəlmişəm. Yenə də deyirəm, orada deməli gənc obraz olaraq təsvir edilən
deməli, həmin bir kənarda dayanıb bunların danışığına qulaq asan şəxs gedib südü gətirir. Amma təəssüflər olsun ki, süd gələndən sonra artıq bir növ Meşəbəyi Mirqasım xəyala dalır ki, artıq südü gətirib ona deməli verəndə artıq bir növ Meşəbəyi Mirqasım sevinir ki, artıq Ürgənin yanındadır. Daşdəmir, həmin bu gənc oğlan və özü Ürgəyə süd içirdirlər. Amma birdən-birə xəyaldan ayılır. Nə baş verir? Daşdəmir ayağı ilişir vedrəyə, süd axır, tökülür göy otların arasına. İtlər orada kənardakı o köpəklər başlayırlar o süddən içməyə. Əslində qəsd eləmişdi. Qəsdən bu baş verdi ki, südü Ürgəyə çatdıra bilməsin. İnana bilmirdi Meşəbəyi Mirqasım ki, nə baş verir? Artıq çatdıra bilməyəcək o Ürgəyə südü. Yəni Mirqasım belə vəziyyətdə olarkən Daşdəmir özü də deyir ki, məhz bilmədim, ayağım toxundu. Əslində burada qəsdən olunmuş bir hadisədir. Düzdür. Meşəbəyi Mirqasım heç nə deyə bilmir. İstəyir ki, pul təklif eləsin, pulla alsın südü, amma özünü sındırmır, əymir. Yəni ona görə də elə kör peşman geri qayıdır. Gəlir artıq o görür ki, Ürgə can üstədir artıq. Yəni ölüm ayağındadır, artıq ölür, hərəkətsiz bir vəziyyətdədir. Meşəbəyi Mirqasım artıq yəhəri açır, tapqırları götürür. Bütün bunlardan sonra yorğun halda o üst tutur, bələd olduğu, gəldiyi cığırla geri qayıdır. Əsərdə də təsvir olunur ki, əsərin də sonu, yəni Meşəbəyi Mirqasım geriyə qayıdır. Bir növ o özündə artıq yorğunluq hiss eləyir, çətin vəziyyətdədir, çünki sadiq dostunu itirib. Yəhəri qoyur, oturur üstündə və son olaraq hansı ifadələr deyir? Bayaq qeyd etdiyim ifadələr deyir ki, belə-belə işlər ay Ürgə, belə-belə işlər ay Ürgə. Meşəbəyi Mirqasım. Əsər hekayə janrındadır, təhkiyə şəklindədir. Mövzunu bayaq qeyd elədim ki, insan və onun təbiətə münasibətinə həsr olunub. İdeya da nədir? İdeya təbii ki, təbiəti insan, yəni xeyirxah insanlar, təbiəti sevən insanlar birgə səylə xilas edə bilərlər, qoruya bilərlər. Əslində biz burada Daşdəmirin bax Mirqasıma, Meşəbəyi Mirqasıma belə deyək, o namərdliyi, o acığı nədən ibarət idi? Təbii ki, Mirqasım işlə məsuliyyətlə yanaşırdı, təbiətə qulluq edirdi. Bax, bütün bunlara görə ona qarşı belə acıqlı idi. Namərd bir münasibət göstərirdi. Deməli, Daşdəmirə biz asanlıqla mənfi obraz deyə bilərik. Onun o hərəkətləri, nitqi, hər biri bunu deməyə əsas verir. Meşəbəyi Mirqasımın da ondan süd istəməsi, əslində onun da süd verməməsi ki, yəni öyle oğlanların deyir, o neynirsən deyir Göyürgən, ölsün də yəni oğlanların sənə yığıb hərəsi bir maşın alsın, yəni yığıb sənə maşın alsınlar, maşınla meşəni gəz dolaş. Yəni onun ifadələrində bir növ təbiətə qarşı xor münasibət var. Elə əgər onun elə təbiətə münasibətində o mənfi münasibət olmasaydı, təbii ki, o da əlindən gələni eləyərdi ki, süd Ürgəyə çatsın və Ürgə sağalsın. Təbiətə laqeydlik, təbiətə qarşı olan o namərdlik, təbiətə qarşı olan o ikrah, sevgi hissinin olmaması məhz onun elə Meşəbəyi Mirqasıma olan münasibətində aşkara çıxırır. Yəni Daşdəmir öz şəxsi mənafeyini düşünən bir obraz olaraq yadda qalır. Təbii ki, mənfi plandadır, mənfi obraz olaraq göstərilir. Amma Mirqasım yox. Çünki Mirqasım müsbət obraz idi. Mirqasım Meşəbəyi idi. 40 ildən artıq o Meşəbəyili olaraq at belində təbiətə qulluq edirdi. Bütün bunların hamısı yəni əsərdə mənfi və müsbət obrazların səciyyələndirilməsində əsas məqamlardır. Sual kimi düşə bilər ki, bəs Göy Ürgənin ilə bağlı bir əsərdə məlumat varmı? Bəli, Göy Ürgənin ilə bağlı onun mən bayaq qeyd elədim. Yəni yəhəri açılanda və yaxud da qırılanda və yaxud da hər hansı bir insana, yad bir insana rast gələndə dayanması onun sahibinə
bir növ işarə etməsi idi ki, dayanırdı. Yəni bununla dayanmağını göstərdi, amma onun zəhərdən dayanması, artıq taqətsiz bir vəziyyətə düşməsi Mirqasımı bax belə bir tədbir görməyə vadar etdi, amma təəssüflər olsun ki, xilas eləyə bilmədi. Belə, əsərin təhlili bu qədər. Təhlili paylaşmağı, videoları bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Sağ olun.